barədə daha dərindən düşünüb daşına bilsin. Yenə də deyirəm ki, burada tərcümədə ixtilaflar var ki, bu köç edən bir tayfa kimlərə aiddir? Hər belə deyək də Quran-ı Kərimi açıb oxuyan, Quran-ı Kərimin çıxarışlarını eləyə bilməz, mənalarından ələ gətirə bilməz. Bu birinci mənadır. Dində dərin düşüncə sahibi olmalıdır. Yox, xüsusi bir dəstə olmalıdır bunlar. Quranda nə var, nə yoxdur məsələsi müzakirə olunur. Amma Allahın salamı, rəhməti və bərəkəti siz dəyərli Quran sevərlərin üzərinə olsun. Bugün yeni bir mövzumuz, mühazirəmiz, dərsimiz olacaq Allahın izni ilə. Bugünkü mövzumuz belədir. Belə bir irad var ki, əgər Quran düzgün, doğru şəkildə tərcümə edilərsə, daha din alimlərinə heç bir ehtiyac qalmayacaq. Hər kəs özü, məsələn, Quran barəsində və ya hansısa bir din bilgisi barəsində artıq kifayət qədər biliyə malik olacaq. Bugün bu mövzunu dəyərli dostum, qardaşım, din xadimi Sami Rəzovla birlikdə müzakirə edəcək. Görək Quran bu barədə nə deyir? Və bugün Tövbə surəsi 122-ci ayə barəsində danışıb mülahizələr edəcək. Öncədən bunu deyim ki, bu ayə barəsində bir neçə, 3, 4 və ya başqa cür ehtimallar var. Bunun necə doğru, düzgün tərcümə edilməsi, hansı məna daşıması barəsində ehtimallar var. Yəni, burada ərəb dilini nə qədər gözəl bilməyin də bəzən bir anlamı olmur, çünki ehtimallar çoxdur. Oxuyuruq. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və mə kənəl mü'minunə liyənfiru kəffə. Yəni, lazım deyil ki, möminlərin hamısı toplu şəkildə köç etsinlər. Liyənfiru kəffə, yəni hamılıqla bir dəstə şəklində nəfərə, yəni köç etsinlər. İndi burada məqsəd nədir? Yüksək ehtimal cihad olması qeyd edilib ki, yəni lazım deyil möminlər hamısı birlikdə çıxıb cihada getsinlər. Qeyd edim ki, buradan məqsəd möminlərdən gedir söhbət. Keçən dərslərdə də söhbət etmişik ki, bəzən heç nə qəbul etməyənlər götürüb möminlərlə müşrik müamiləsi edirlər, amma burada möminlərdən gedir söhbət. Allah Taala dedi ki, yəni lazım deyil hamı bir yerdə çıxsın, getsin. Fələulə nəfərə min kulli firqatin minhum taifətun. Maraqlıdır, Samir mənim firqə sözü var burada. Bəzən deyirlər firqəyə məhz negativ nöqtələr qoyurlar. Yəni, heç olmasa və ya nə üçün hər bir firqədən, onların arasındakı hər bir firqədən bir tayfa köç etmir ki, daha sonra indi burada deyəcəm ki, başqa ehtimallar nədir? Liyətəfəqqəhu fid-din. Dinə dərindən yələnsin. Yəni, din barədə daha dərindən düşünüb daşına bilsin. Yenə də deyirəm ki, burada tərcümədə ixtilaflar var ki, bu köç edən bir tayfa kimlərə aiddir? Cihad edənlər getsinlər, yoxsa bir dəstə qalsın və ya nə? Əla kulli hal, bu bizə elə də önəmli bir məsələ deyil. Yəni, deyildi ki, lazım deyil möminlər hamılıqla getsinlər cihad məsələsində səy göstərsinlər. Onların arasında bir dəstə olmalıdır ki, həmin bu dəstə neynəsin? Dinə dərindən yələnməlidirlər. Burada biz bəzən elm baxımından desək, dini təhsil almaq üçün ilk istifadə edilən ayələrdən budur. Dində fəqih olmaq ifadəsi buradan götürülür ki, yəni dində dərin düşünmək qabiliyyətinə malik olsunlar. Niyə ya Allah? Niyə belə bir qövm, belə bir tayfa olmalıdır? Deyir, وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ. Çünki qayıtdıqları zaman öz qövmlərini inzar etsinlər, xəbərdarlıq etsinlər. İnzar daha çox axirətdə başa gələ biləcək müsibət, fəlakət və bu qəbil şeylərdir. Yəni, qayıtdıqda
öz qövmlərinə inzar etsinlər, desinlər ki, filan əməlləri etsəniz, axirətdə nə nəticələri olsun ki, ləalləhum bəlkə həmin o kəslər ki, inzar etdiyi kəslər yəhzərun qorxub çəkinələr. Burada əlbəttə indi Samir müəllim dində fəqih olmaq, təfəqquh, yəni dinə dərindən mənimsəmək nə deməkdir? Məşhur rəy budur ki, fiqh özü iki yerə bölünür. Əl-fiqhul əkbar böyük fiqh, əl-fiqhul asğar kiçik fiqh. Ən böyük fiqh Qurani Kərimdir. Ən kiçik fiqh isə halal, haram və bu qəbil dini hökmlər barəsindədir. Həmçinin din nə deməkdir? Nə üçün Allah Taala ayədə demədi ki, Quranda olsunlar və bu cür indi müqəddimə üçün Samir müəllimə sözü verək, buyurun. Mən də öz növbəmdə əziz dinləyiciləri salamlayıram və Fərid müəllimə təşəkkürümü bildirirəm. Çox mühüm ayələrdən biridir. İlkin növbədə Fərid müəllim bu məsələyə işarə elədi ki, mütəxəssis, yəni son illərin, son günlərin trendlərindən biri budur ki, ümumiyyətlə Qurani-Kərim belə deyək, Qurani-Kərim barəsində hər kəs öz anlayışı ilə hökm verə bilər, hər kəs öz anlayışını cəmiyyətə təqdim edə bilər. Qurani-Kərim asan bir kitabdır, bundan ötürü mütəxəssisə ehtiyac yoxdur. Baxıqlara o işarəni vurdu ki, liyətəfəqqəhu fid-din, dində təfəqqüh edən, yəni dərin anlayış sahibi olan. Bu bir mənalıdır ki, dərin anlayış sahibi olmaq lazımdır. Yəni hər yoldan ötən, hər belə deyək də Qurani-Kərimi açıb oxuyan, Qurani-Kərimin çıxarışlarını eləyə bilməz, mənalarından ələ gətirə bilməz. Bu birinci mənadır. İkinci məna bundan ibarətdir ki, fid-din. Din dedikdə nə nəzərdə tutulur? Din dedikdə tək şəriət mi nəzərdə tutulur? Yəni, şəriət dinin bir hissəsidir. Bəli. Biz bunu hardan bilirik? Ki, şəriət dinin bir hissəsidir. Bəli. Məsələn, Qurani-Kərimin Şura surəsinin 13-cü ayəsində Allah Mütəal belə buyurur. Bismillahirrahmanirrahim. Şər'a ləkum minəd-din mə vəssə bihi Nuhan vəl-ləzi əvhəynə ileykə və mə vəsseynə bihi İbrahimə və Musa və İsə ən əqimud-din və lə tətəfərrəqu fihi kəbura aləl-müşrikinə mə təd'uhum ileyhi. Deməli, ayənin bu hissəsi əsas bizə lazımdır ki, ayə uzundur. Məsələ nədir? Allah dindən Nuha tövsiyə etdiklərini sizin üçün qanun etdi, şəriət etdi. Demək, din ümumi bir məcmuadan ibarətdir, geniş anlam deməkdir. Bunun içərisində əqidə də var, bunun içərisində əxlaq da var, bunun içərisində şəriət hökmləri də var. Şəriət hökmləri dindən bir hissədir, dinin hamısı demək deyil. Əgər bir nəfər fəqih olursa, bayaqlar Fərid müəllim ki, fiqhul əsğərdən, yəni kiçik fiqhdən söhbət getmir. Kiçik fiqh deyiləndə şəriət nəzərdə tutulur. Fiqhul əkbər deyəndə, yəni böyük fiqh nəzərdə tutulanda, burada artıq birinci məsələ əqidə məsələsi, ikinci məsələ, məsələn, qeyd elədiyimiz əxlaq və şəriət məsələsi nəzərdə tutulur. Və bunu hardan bilirik? Daha çox o Qurani-Kərimin həmin ayəsinin davamında nə deyir? Deyir ki, onlar nə üçün bu ayəni öyrənməlidirlər? Yəni, dində nə üçün fəqih olmalıdırlar? O öz qövmlərini qorxutsunlar deyə. Xəbərdar etsinlər deyə, yəni inzar etsinlər, xəbərdar etsinlər. Yəni xəbərdar etdiyi zaman sən sadəcə halal haramla kifayətlənməlisən, yoxsa daha qlobal məsələ, yəni Allah, peyğəmbər, axirət anlayışı ki, daha böyükdür. Şəriət bunun bir kiçik bir hissəsidir ki, o şəriət də bunun davamıdır. Burada bəzi nüanslar var. Yenə də deyim, burada söhbət İslam dininin qeyri müsəlmanlara təbliğindən də getmir Samir müəllim. İstər deyək ki, müsəlmanlar arasında bir dəstə cihada getsə, bu ayə bizə göstərir ki, elm öyrənmək cihad qədər, yəni məsuliyyətli bir işdir və hətta bəzi alimlər burada elm tələbələrinin cihaddan azad edilmə hökmünü də çıxarış ediblər və yenə də deyim ki, alimlər buradan elm öyrənməyi, dində fəqih olmağı
adətən vacib-u kifayi bilirlər ki, yəni vacib-u kifayi nə deməkdir? Bütün müsəlmanlara vacibdir. Lakin bir dəstə bunun öhdəsinə götürsə, digərlərinin üzərindən götürülür. Yəni Allah Taala demir ki, hamı mütləq dində dərin düşüncə sahibi olmalıdır. Yox, xüsusi bir dəstə olmalıdır bunlar. Bunların bir nəzarət olmalıdır və məsələ də bu deyil ki, mən namaz qılıram, oruç tuturam, bunları edirəm və salam, mən artıq din maarifinin öyrənilməsindən, təbliğindən azadam. Yox, burada elə müsəlmanların özlərindən gedir söhbət. Ki, yəni bütün bunlar, çox gözəl toxundunuz ki, burada həm əqaiddən gedir söhbət, dinin əsaslarından, Allahdır, nübüvvətdir, məaddır, filandır, əxlaqdan gedir söhbət, ondan sonra şəriət hökmlərindən gedir, çünki bunlar birbaşa axirətə aid məsələlərdir. Və mən bir də bu məsələni qeyd eləmək istəyirəm ki, son günlərdəki o iddiayla çıxış elənir və deyirlər ki, din mütəxəssisliyinə ehtiyac yoxdur və bununla paralel başqa bir iddia da var və gündəmdə olan mövzular, dində, Quranda bu yoxdur, o yoxdur mövzuları daha çox qabardılır. Allah işin içərisində yoxdur. Yəni Allaha tərəf dəvət eləmək, hidayət, təqva, insanları ilahi hidayətə, ilahi təqvaya, nura dəvət hissəsi, məsələnin ilahi tərəfi işin içərisindən çıxarılıb. Sanki bir dənə Qurani-Kərim bir dənə müzakirə mövzusuna, predmetinə keçirilib, ancaq bu səpkidə Quranda nə var, nə yoxdur məsələsi müzakirə olunur. Amma yəni, əgər Quranda mütəxəssis anlayışını çıxarsan və sən öz fikirləri, düşüncələri cəmiyyətə təqdim eləmək istəyirsənsə, ləbbeyk, qəbul elədi ki, sənsən din mütəxəssis, sən danışmalısan din adından. Yaxşı, laf elə Quran təbiri ilə desək, dində fəqih sənsən. Sənin vəzifən nədən ibarətdir? Sənin vəzifən cəmiyyəti Allah məsələsində dəvət eləməkdən, yəni qövmə məsələdən agah eləmək, qövmü çəkindirmək, qorxutmaq, Allah məsələn, dinin əsas prinsiplərini. Amma bəzən görsən ki, ikinci, üçüncü dərəcəli prinsiplər cəmiyyətə təqdim olunur. Hansı prinsiplər ki, cəmiyyət o şeylərə heç umurunda belə deyil də, yəni cəmiyyət üçün o qədər maraqlı bir şey deyil. Məsələn, huri məsələsi cəmiyyət üçün o qədər maraqlı bir mövzu deyil. Səhərdən axşamacan bu huri məsələsini trend eləmək, Azərbaycan cəmiyyətində xas olmayan bir dənə başqa yerdən transfer olunan bir məsələni cəmiyyətin gündəmi eləmək, ya başqa bir məsələləri trend eləmək, amma diqqətdən nə qalır kənarda? Diqqətdən Allah anlayışı qalır, Peyğəmbər anlayışı qalır, axirət anlayışı kənarda qalır ki, əsas din bunlardan ibarətdir. Gərək din mütəxəssisi birinci növbədə buna, məsələn, Həzrət Əleyhisselamın indi ifadəsi ilə belə deyək, əvvəluddin mərifatu, dinin əvvəli, dinin əsası Allahı tanımaqlıqdır. Dinin əsası, yəni təbliğatçı bugün Allahı göstərməlidir. Din mütəxəssisi Allahı göstərməlidir. Din mütəxəssisi özünü gündəm eləməməlidir. Liyətəfəqqəhu fid-din. Bu məna ki, dinində fəqih olmalısan. Nəinki özü cəmiyyətə gündəm kimi hər gün bir gündəm mövzusunu atasan ki, sən cəmiyyətdə gündəmdə qalasan. Amma biz Peyğəmbərlərin, Əhl-i-Beytin və ya başqa o ülvi şəxslərin həyatına baxdıqda dini görürük. Həyatına baxdıqda Allaha görürük. Həyatına baxdıqda axirət anlayışını görürük ki, əsas məsələ budur. Nura dəvət budur. Və cəmiyyətin müəyyən kəsiminin maraqlarına, xoşuna gəlmək üçün bu şeylər aydın məsələdir ki, bunlar nədir, onu gözəl bilirik. Amma yenə də deyirəm, ayə açıq-aşkar şəkildə fəqih olmağın və fəqih olmağın da qaydalarını bizə başa salır. Yenə də qayda deyək ki, bugün indiki dövrdə fəqih dedikdə, yenə də deyim ki, halal-haram üzrə ekspertlər, din alimləri nəzərdə tutulur. Bu terminoloji olaraq bu cürdür. Amma bu ayənin nəzərində ki, dində fəqih olanlar, bu tamam ayrı, daha böyük, geniş şəkildə onu ehtiva edir ki, və bu məsələni çatdıraq ki, bu ayə Peyğəmbərin dövründə necə idi?
Biz bilirik ki, sahabələr arasında da fərq var idi. Hə. Yəni bir dəstəsi cihada gedənlər idi, hansı ictimai məsələlərdə iştirak edənlər idi. Amma bir dəstə sahabələr sırf peyğəmbərin yetişdirdiyi tələbələr idi ki, Quran maarifini, yenə də dedik, böyük fiqhi, kiçik fiqhi bunları çox gözəl şəkildə bilirdilər və bunlar peyğəmbərdən öyrənirdilər. Peyğəmbər tərəfləri göndərirdi bu şəxsləri. Bəli, yəni bu o demək deyildi ki, adamlar peyğəmbər kimi şərik idilər. Bunlar da özləri oturub öz ictihadları nəticəsində mən Qurandan nə başa düşürəmsə elm yox. Onlar peyğəmbərə tabe idilər. Peyğəmbər onları təyid edirdi, təsdiqləyirdi. Onların arxasında dayanırdı və gedirdi. Bir növ ki, bu şəxslər peyğəmbərlə insanların arasında bir vasitəçi rolu apardılar. Hərçənd cəmaət özləri şəxsən peyğəmbərdən də soruşa bilərdilər. Amma bu o demək deyil ki, mən peyğəmbərdən öz məsələmi soruşduqda mən anlayacağam da məsələni. Yox, biz bir də görürük ki, müəllim bir şey deyir, biz başa düşmürük. Geri müəllimin tələbəsindən soruşuruq, o müəllimin platformasını izah edir ki, bizə ki, nədir, nə deyil. Ona görə siz görün ki, necə böyük bir ehtiram və yenə də dedim, bu müstəhəb bir şey deyil, vacibdir və indiyənə qədər İslam coğrafiyasında məhz bu ayəni ümdə qanun kimi götürürlər. Məhz yenə də söhbət möminlərdən getdi, gördünüz, müsəlmanlardan getmədi. Yəni bunun arxasında dayanan, bu dində fəqih olan kəs imanın şərtlərini nələr lazımdırsa özündə daşımalıdır. Yəni bu ümumi tədris kimi olan şey deyil. Məktəbdə, məsələn, məktəbdə şagirdləri yığırlar, fərqi yoxdur. Yox. Yəni dinə dərin düşüncədə olan adamın özünün xüsusi meyarları olmalıdır. Buyurun. Və mən bu məsələni də qeyd edeyim. Biz hardan biləcəyik ki, peyğəmbər zamanında fəqihlər kimlərdir? Yəni peyğəmbər zamanında belə bir şəxslər olubmu ki, peyğəmbər o şəxsləri deməli İslam coğrafiyasına göndərsin. O İslam coğrafiyasında fəqihlik fəaliyyətini göstərsin. Əlbəttə ki, peyğəmbər Mədinə şəhərində otururdu. Mədinə şəhərində oturduğu zaman dini məsələlərdə müraciət yeri peyğəmbərimiz idi. Amma peyğəmbərimizin xüsusi şəkildə bir cəmiyyətlərə göndərdi. Məsələn, bayaqlar ayə barəsində Fərid müəllim onu qeyd elədi. Ayə məsələsində belə bir ifadə var, deyir ki, o möminlərin hamısının hərəkət etməsi münasib deyil. Bu iki mənaya yazılar. Bayaqlar Fərid müəllim qeyd elədi ki, məsələn, biri cihad üçün hərəkət edənlər bu mənadadır ki, möminlərin hamısı cihadda iştirak etməsin. Yerdə bir dəstə qalsın ki, o dəstə fəqih olsunlar. Bir mənada da budur ki, möminlərin hamısı elm dalıcı hərəkət eləməsin. Yəni fəqih, yəni hər iki mənanı ortalığa qoymaq olar. Hər iki mənadan da çıxarış etmək olar. Bunlar bir-birinə ziddiyyət deyil. Bizim əsas mövzu bəhsimiz burada budur ki, xüsusi bir də dəstə fəqih olmalıdır. İndi istəyirsən o insanlar cihadla doğru hərəkət eləsinlər, istəyirsən elm dalıcı hərəkət eləmiş olsunlar. Məsələ budur ki, bir dəstə üçün bu məsələ vacibdir. Amma peyğəmbərin zamanında bu tətbiq olmuşdumu? Olmuşdu. Peyğəmbərdən göstəriş aldılar. Fərid müəllim bunu qeyd elədi. Məsələn, sadə bir misal deyək, Muaz bin Cəbəlin peyğəmbər zamanında peyğəmbəri sorğulaması var ki, peyğəmbər ondan sonra ki, sən əgər göndərdiyim zaman sənin hansı əsaslara ki, Allahın kitabı və sünnə əsasında ki, məşhur onun verdiyi cavab var. Yəni o cavab da nə idi? O cavab da bunu göstərirdi ki, peyğəmbər sünnəsini, yəni peyğəmbərin etdiyi qayda qanunlar əsasında ki, o bir fəqih idi. Peyğəmbər dövründə peyğəmbərdən öyrənmişdi. Öyrəndiyi əsaslarla demək fəqihlik edəcəkdi ki, peyğəmbərin verdiyi bir səlahiyyəti. Və bunlar nəyi göstərir? Bunlar onu göstərir ki, hətta peyğəmbər zamanında belə fəqihlər mövcud olub. Bu fəqihlər də peyğəmbərdən göstəriş alıblar. Nəhayət olaraq xülasələndirsək, o iddia ilə çıxış eləmək ki, dində mütəxəssis ehtiyac yoxdur. Yəni bir nəfər dinşünas olsa, din xadimi ifadəsi yanlışdır. Dinşünaslıq bəs əslində bu söz oyunudur. Dinşünas yəni din xadimi deməkdir. Yəni dinşünas
dinə öyrənən cəmiyyətə çatdıran deməkdir. Dini ətraflı öyrənən, çatdıran deməkdir. Din xadimi də mahiyyət etibarından eyni şeydir. Yəni dinşünas olsun, din xadimi olsun ifadəsi, yəni o qədər bir-birindən uzaq ifadələr deyil ki, bunları bir-birindən qarşı qoyular. Bir qədimdə, məsələn, Peyğəmbər və Əhl-i-Beyt imamlarının dövründə belə bir ənənə var idi. Xüsusilə biz görürük. Birincisi o idi ki, sıravi cəmaət gəlirdi məsələn imamların yanına, deyirdi, onlar mən öz etiqadımı sizə danışım və deyirdi, nəzərimdə Allah kimdir, Peyğəmbər kimdir, Qurana baxışım kimdir, bir belə deyirdi. Məsələn, imam onu təsdiqləyirdi ki, qəşəng, yəni düz dedin. Bu əqidə əsasında da yaşa. İndi təəssüflər olsun ki, bizim cəmiyyətdə bu nə qədər boş olub. Məsələn, təsəvvürünüzə gətirin ki, bir məclis qurulsun, 10 nəfər yığılsın və onlara deyilsin ki, Allah barəsində etiqadınızı deyin. Bir də görərsiniz ki, onun da Allah barəsində dedikləri baxmayaraq ki, müsəlmanlar bir-birlərindən fərqlənəcək. Yəni, bu çox gözəl ənənə idi. İkincisi, biz bəzən indi Həzrət Peyğəmbərin məsələsi başqadır. Əhl-i-Beyt imamlarının dövründə biz görürük ki, yanlarına hansısa bir elmi münazirə, mübahisə, diskusiya üçün gəldikdə adətən imamlar özləri birbaşa girmirdilər müzakirələrə. Öz tələbələrini yetişdirirdilər ki, onlar bu məsələdə mübahisə aparsınlar və ondan sonra hətta fərq eləmirdi. Bir də görürsünüz ki, imam axırda bir hakim kimi deyirdi, kim burada öz tələbələrini tənqid edib ki, burada imkan verməmisən, mafar verməmisən, cəmaatın sözünü kesmirsən və bu qəbil. Və bunu da demək istəyirəm ki, çox gözəl arqumenti Samir mənim. Deyir, cəhalətlə mübarizə, düşmənlə mübarizə kimi müsəlmanlara vacibdir. Yəni, cihad nə qədər önəmlidirsə, kafirlərlə və başqa cür. Eyni ilə cəhalətlə mübarizə də bir missiyadır. Birinin önəmi digərindən az deyil. Müsəlmanlar cəhalətlə mübarizədə qalib gəlməsə, düşmənlə müharibədə qalib gələ bilməyəcəklər. Çünki cahil xalq həmişə məğlubiyyətə məhkumdur. Hətta mən oxudum, belə bir nəticədə əldə etdim ki, bəzi İslam ölkələrində din tələbələrini hərbi xidmətdən belə azad ediblər. Yəni, buna icazə verilir ki, bu adamlar, Quran icazə verir ki, bir qövm olmalıdır ki, onlar mütəxəssis olmalıdırlar və onların işi məhz insanları fikir verin, demir hidayət etsinlər. Hidayət xüsusi adamlara aiddir, Samir bəli. İnzar etsin. Qurana görə İnnəmə əntə munzir və likulli qavmin həd. Hər bir qövmün öz hidayətçisi var və Quran ayələrini keçən səfərdə sabit etdik ki, bu imamlara aid olan bir şeydir. Sıravi insanların da həddi bildirilir. Yəni, sən böyük iddialar edə bilməzsən. Bəzən fəqihlər, fəqih adına təbliğatçılar bu məqsədi üzərinə götürürlər bəhslər zamanı ki, mən qarşı tərəfi hidayət edəcəm və nəhayətdə də bəzi çox əksər hallarda məğlubiyyətlə üzləşirlər ki, bu hidayət başqa bir məsələdir. Mən bir nöqtəni də qeyd etmək istəyirəm. Çox maraqlı bir Əllamə Təbətabainin bir qəşəng cavabı var, çox gözəldir. Əslində bu ateistlərə verilən cavabdır, amma bəziləri üçün də bu cavab yerinə oturur. Onlar bəziləri deyirlər ki, mənim dəlilim yoxdur. Dəlilim yoxdur. Elə o yoxdur ifadəsindən bilinir ki, mən nəyi deyirəm ki, yoxdur. Çox maraqlı bir söz deyir. Deyir ki, dəlilin yoxluğu yoxluğun dəlili deyil. Yəni sən bir şeyi tapa bilməmisənsə, bu sənin üçün yoxdur. Yoxdur, bəli. Sənin üçün yoxdur və sənin öz həddini təyin edir ki, sən bura qədər bilirsən. Sənin elmin bura qədərdir. Amma Quran bir okean qədər, okeandan da dərin bir maarifdir. Hər yetən insanlar, amma əgər sən bir şey tapa bilməmisənsə, əslində yoxdur deməklə öz həddini göstərirsən, bu yoxluğun dəlili deyil. O çox gözəl ifadə idi həqiqətən də. Yəni biz ümumiyyətlə bildik ki, müsəlmanların arasında bir qövm olmalıdır. Başqa Quranın ayələri də var ki, وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ və əmr
bil məruf, yəni yaxşılıqlara əmr və pisliklərdən çəkindirən. Bu dəstədə bu Quranda buna aid ayə var. Bu barədə də danışacağıq ki, bəzən müsəlmanlar elə bilirlər ki, bu ümumiyyətlə müsəlmanların hamısına vacibdir. Bunda qarışdırırlar məsələni. Və kim istədiyi adamın ömrünə oturur, müsəllət keçirir, başlayır ona bir-bir müdaxilələr etməyə. Bu haramdır, bu halaldır, bu filandır, bu beşməkandır və elə bilirlər ki, bu bütün müsəlmanlara vacibdir. Ya, Allah Teala o ayə də deyir. Sizdən gərək bir ümmət olsun, ixtisas sahibləri olsun, Samir müəllim. Eynilə burada da dində dərin düşüncəyə malik insanlar olmalıdırlar ki, bu inzar etməyin, xəbərdar etməyin yolun, yöntəmin bilməlidirlər. Hər kəsə əhkam keçsinlər, hər kəsə nələrsə desinlər, yox, müəyyən tabeçilik olmalıdır. İndi Fərid, mən bir yerdən nöqtəni mən qeyd edeyim. Bayaqları Qurani-Kərimin bir ayəsini oxumuşdum ki, Allah Nuha tövsiyə etdiyi məsələləri dində sizin üçün qanun etdi. Sənə vəhiy etdiyimiz, yəni Peyğəmbərimizə vəhiy etdiyini, İbrahimə, Musaya və İsa'ya tövsiyə etdiklərimizi, bunlar şəriət məsələləridir. Və maraqlıdır, dini qoruyun və onda təfriqə yaratmayın Allah. Maraqlı birisi nədir? Deyir ki, وَمَا تَفَرَّقُوا إِلَّا مِنْ بَعْدَ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ. Yəni, bu Peyğəmbərlər ki, şəriət sahibləri Peyğəmbər idi. Nuh, Peyğəmbərimiz, İbrahim, Musa və İsa kimi şəriət sahibi Peyğəmbərləri gətirdikdən sonra insanların ixtilaf etmək üçün əllərində əsası olmadı. Sadəcə nə səbəbdən ixtilaf elədilər? Sadəcə qəlblərindəki həsəd üzündən. Yəni, sənin əlində əsas yoxdur, sən ixtilaf eləyəsən, ancaq həsəd imkan verdi. Bax, fikir verin, bunlar kimlərdir bu şəxslər? Bu şəxslər o şəxslərdir ki, dini çatdırmaq bunların öhdəsindədir. Və cəmiyyət bunların şəxsiyyəti fonunda dində problem yoxdur. Amma o insanlar ki, Fərdi müəllim qeyd elədi, o insanlar ki, boyunlarında vəzifə olmadan əmr bil məruf, nəhy anil münkər, yəni pislikdən çəkindirmək və yaxşılığa əmr etmək vəzifəsini özlərinə təyin ediblər və özləri də çox məsələləri həll edə bilməyiblər, o insanları cəmiyyətdə təfriqənin əsasını qoyurlar. Bəli, bəli. Amma bu şəxslər ki, Allahın seçdiyi şəxslərdir və dediyim kimi fəqih xüsusiyyətlərini daşıyan şəxslərdə belə şeyləri görməzsən. Onlar ancaq nümunə olmaqdan o yana keçmirlər. Biz bundan öncəki dərslərdə də bunu qeyd etmişik ki, Samir müəllim, Allah Teala buyurub ki, aranızdakı ixtilaflar, mübahisələr olduqda Peyğəmbərə qaytarmalısınız. Allaha və Peyğəmbərə, yəni Peyğəmbər hakim olmalıdır. Bayaqlar da çox gözəl ayə gətirdiniz ki, Allah ulul əzm Peyğəmbərlərdən söz açarkən onların ixtilafın ipini yığdıqlarını bildirir. Mümkün deyil ki, onlar ixtilafa səbəb olsunlar, əslində ixtilafı yığarlar. Və belə bir nəticəyə də əldə edərik ki, həmin bu dində fəqih olmaq məsələsi Peyğəmbər vəhiy məktəbinə bağlı olduğu halda təfriqənin qarşısını ala bilər. Yəni, bu demək deyil ki, mən özümdən məktəb açım və tələbə peçatlayım, tirajlayım və deyim ki, mən Allahın vəzifəsini deyirəm. Yox, o ora bağlı olmasa... Peyğəmbərdən nə zaman ip qopubsa, bəli, o ixtilaflar da o zaman. Bəli, məhz əzizlər, o olsa ki, Quranın da məqsədi elə budur, çünki inzar eyni ilə nübüvvətlə yanaşı bir şeydir. Yəni, o qədər üstün bir şeydir ki, Peyğəmbərin bir vəzifəsi onların üzərinə qoyulur ki, inzar, xəbərdar etmək. Sən əlavə şeylər danışa bilməzsən, insanları pis işlərdən çəkindir, onları cəhənnəmə salacaq əməllərdən qorxud və bu cür. Və bunlar da ki, Peyğəmbərə məhz o ipə bağlanmasa, həblullahil mətin, ora bağlanmasa, urvətül vusqaya bağlanmasa,
səqələyinə bağlanmasa, Cəmiyyətdə təfriqə yaranır. Bəli, təfriqə yaranacaq. Allahın salamı, rəhmət, bərəkəti sizlərin üzərinə olsun əzizlər. İnşallah növbəti dərslərimizdə başqa ayələri də müzakirə edəcəyik. Sağ olun.